Şəhərin ən qədim divarları bugün başqa cür nəfəs alır. Bayram əhval-ruhiyyəsi var. Gəlin birlikdə gəzək. Bugün içəri şəhərdə Xalça festivalı başladı. Tarixin daşları üzərində rənglər danışır, ilmələr pıçıldayır. Bu küçələrdən keçərkən sadəcə gəzmirsən, bir hekayənin içindən keçirsən. Burada hər məkanda dayanacaqsan. Baxmağa, hiss etməyə, xatirə yaratmağa. Bəzən dayanacaqsan, bəzən sadəcə baxıb heyran qalacaqsan. Buradakı bütün gözəlliklər birliyin gücündən yaranıb. Bir də hər addımda dayanıb şəkil çəkdirmək istəyəcəksən. Ona görə bəzən, düzən, sonra gəl. Sən də gəl, gəz, öz izini bu gözəlliyə əlavə et. Çünki bəzi təcrübələr izlənməli yox, yaşanmalıdır.